Bu gözəl məclisdə mən bir xanımı dəvət edəcəm. Gözəl şairimiz Güllü xanımı, Güllü Tomarlını. Güllü xanım bizim Kəlağayımızı yaşadan, Kəlağayını bütün dünya ilə bir eləyən gözəl sənətkarımız, elə Kəlağayının üzü də güllü olan Güllü xanımı sizin alqışlarınızla dəvət edirəm səhnəyə. Mən nənəmə gətirməlisən də, demişəm. Nə gözəl, nə gözəl. Axşamınız xeyir olsun mənim əzizlərim. Səadət Buta yaradıcılığının işığında, Səadət Buta ucalığında Mirvarid Dilbazi Poeziya Məclisi adından hər birinizə salam olsun cani könüldən. Bu gözəl günün xoş marağına, sevən könüllərin səs sorağına, Səadət Buta anamızın 75 illik yubileyin təntənəsinə, bu xoş yıllarına belə səfalar gətirib, xoş gəlmişsiniz. Canım Butam, anam Butam, sonam Butam, şair Butam. Nə yaxşı qədəmin bizlərə döndü. Dağlardan düzlərə indin ay Butam. Sandım ki bir mələk göylərdən indi, ruhum mələklərlə pəndi ay Butam. Yaman qıslanmışdı qəm-kədər mənim. Xəyallar etmişdi bir təhər məni. Sən gəldin eylədin tazə tər məni. Yaylağın balına döndün ay Butam. Gəlişimlə neşə dərdim sağaldı. Göylərindən duman çiskin dağıldı. Eldar qızım, bu nə gerçək nağıldı. Bu gələn əzizim, səndin ay Butam. Bu gələn qonağım, səndin ay Butam. Səadət Butam, Ulu Borçalının uluca bir kəndində dünyaya göz açdı. Ancaq bütün Türk dünyasına boylandı, boy göstərə bildi. Öz halal qələmi ilə, öz qələminin qüdrəti ilə, öz sadəliyi ilə. Deyirlər ki, ən müdrik adamlar uşaqlıq saflığını bir ömür özündə saxlaya bilərlərdir. Səadət xanım uşaq qədər safdır. O qədər kövrə ürəyi var. Qədir biləndir, dəyər verəndir. Mirvarid Dilbazi Poeziya Məclisinin yaranmasında onun çox böyük əməyi var. Aşıq Pəri Məclisinin həm yaradıcılarından biridir, həm də onun yaşaması yolunda onun çəkdiyi zəhmət fədəkarlıqdır. Səadət xanım elə bir zamanda meydana gəlmişdi ki, qadın xeylağının hünəri deyildi ki, ortada baş çıxarda, bir şairliyini göstərə bilər. Ona görə də Səadət xanım, bax bu ucalığımız mübarək. Səadət xanım folklorumuzun dərin bilicisidir, folklorumuzun özüdür. Səadət xanım təkcə şeir yazmır, nə qədər rəvayətləri var, nə qədər dastanları var, dili qımqımılıdır, dili ana laylası kimi bayatılıdır. Və Səadət xanım yazır ki, nənələr başımın ismət örpəyi, nişanlı qızların ismət örpəyi, qan qada yatıran qeyrət örpəyi, ağ yaşıl qırmızı sarı kalağı. Buta naxışları qoşa yaraşır, başın bəzəyini başa yaraşır, ay qabaqlı qara qaşa yaraşır, örtsə cavanlaşır, qarı kalağı. Türkün gözəlləri dodağı ballı, həm ağ kəlağaylı, həm tirmə şallı, basqallı, şəkili, gəncə misallı, odlar diyarını, varı kəlağay, gözəllər. Gözəllər qoruyun el adətini, elimin, obamın hər adətini, qızıl itirərin öz qiymətini, xanımlar üzünü, nuru kəlağay. Çəmənə bənzəyər örtsən alası, torpaqda ağ çiçək, xallı, qarası, ay Buta, böyüşdən kiçik balası, turan yaraşığı, yarı kəlağay, ağ yaşıl qırmızı, sarı kəlağay. Bildiyiniz kimi Mirvarid Dilbazi Poeziya Məclisi olaraq həm poeziyamızı təbliğ edirik, həm milli mənəvi dəyərlərimizi təbliğ edirik. Və bu mənada mən istərdim ki, Azərbaycan kişiləri, Azərbaycan qadınları, xanımların hədiyyəsi kəlağay olsun. Səadət xanım, bugün mən də sizə şair anam, elə bax, Ağzəmin kəlağayını hədiyyə gətirmişəm və sənin o çiçək nəvəm ki var, Xədicə qızımıza, bax bu qırmızı kəlağayını gətirmişəm, bu da sizin muzeyiniz üçün.
Mirvarid Dirbazinin Ulu Öndərə yazdığı şeirlərdən ibarət kitabdır. Kəlağay Bayramı kitabı. Mən istərdim Borçalıda muzeyinizdə olsun. İmil Məmmədlinin tərcüməsində və İlahi xanım Feyziyevanın Rus dilinə tərcüməsində, İmil Məmmədlinin Gözü tərcüməsində mənim Kəlağay haqqında şeirlərim də sizin muzeyə hədiyyə olsun. Keçmişdən sabaha yol Kəlağayı, Brilliant Kardeşin təşkilatınız adına sizə hədiyyə olsun. Səadət xanım, mən çox sevirəm və deyirəm. Borçalının balasısan, dağlarının qalasısan, şeir, sənət qalatısan. Bu tam, dünya səni çox sevir. Dünya səni çox sevir. Kəlağaya qədər ömrün olsun. Bu da nəvəmin, bu da sizin. 100 yaşayın, çox sağ olun canım benim. Deməli, mənim əzizlərim elə Milli Məclisdən bir təbrik göndəriblər bizə. İctimai Birliklər və Dini Birliklər Komitəsi sədri Fazil Mustafa indi məktubu oxumaq üçün kağızda mümkün yoxdur deyə telefondan oxumaq biraz çətindir. Ona görə də təbriklərini çatdırıram, təbrik edirəm, bağırma basıram, var olun mənim əzizlərim.